Yeri gelmişken bu məktəblərlə də bağlı, gene de məktəblərdən, bağçalardan tükürpədici xəbərlər gəlir. İndi deməli bu məktəb bitib də artıq bitib. İndi bu məktəblər bir restoran planlayırlar. Restorana geçsinlər məktəb, kollektiv. Sonra həm də bu atestat alan uşaqlarla bir yerdə. Sonra bu kollektivlərin rayonlara, hansısa rayonasa istirahətə gitməyi, indi bir günlük, 2 günlük bilmirəm. Və hamısına pul yığılır, 50 manat, 60 manat. İndi o gün baxırdım bir məktəbdə valideyn şikayət edib. Dediyim kimi, bütün vaxt danışır, jurnalist gedir, araşdırır, bunlarla danışmırlar, heç kim bunlara yaxın qoymur. Axırda Bakı Baş Təhsil İdarəsi xəbər verir ki, yəni məktəbdə hər şey gözəldir, hər şey əladır, hər şey. Mən hər zaman demişəm, mən bu nə məktəbləri, nə müəllimləri, nə direktorları, əslində problem bunlarda deyil, dediyim kimi. Orada da nədir, veteran məsələsində də problem nazirlərə, icralara bağlı deyil deyə. Bağlı olmadığı için burada da direktora, nə bilim, zavuça, nə bilim, həmkarlara falan bağlı məsələ deyil. Bu bir sistemdir və bu sistem öz, necə deyim o, sistem öz maraqlarını və bu pul yığılmağıdır falan, neçə il danışılır məktəbdə pul yığılmağı. Bunun qarşısı alına bilmir, alına bilər. Niyə alınmır? Çünki sistem özü bunda maraqlıdır. Onunla müxtəlif növ maraqlar var orada. Bu qeyri, belə deyək ki, uyuşmaz adamları, bu sistemin kurallarını qəbul etmə adamları psikdirib ya məsəl üçün şərləyib, sistemdən uzaqlaşdırmaq üçün, ondan sonra insanları hər zaman itaətdə tuta bilmək üçün. İndi belədir, bir müəllim hesab edir ki, məsəl üçün bu rayona getmək istəmir. O dəqiqə buna başlanır ki, bu pozur falan, o da biri də pul vermək istəmir. O zaman ona ustalar travlə deyirlər, bizim dildə nədir onu. Yəni adamları o psixoloji cəhətdən zəhərlənmə başlayır bunların üstünə, orada burada söz atırlar bunların dalınca falan və nəhayət skandal böyüyür və nəticədə ya dava düşür ya falan və həmin o uyuşmaz adamları da kənarlaşdırırlar. Əslində uyuşmaz dedikləriniz də əslində bax, az çox özünə hörmət eləyən ləyaqətinlə, həm də öz əməyinin müəllim kimi öz əməyinin qiymətini bilən adamlar adətən belə şeylərə qoşulmaq istəmirlər və nəticədə də hər zaman onlar yəni ya oyundan kənara atılır ya da bax belə bir təhəri ölüm, zulüm, pensiya kimi işləyir və əsəbləri körlanır, bəziləri müxtəlif xəstəliklərə tuturlar və beləcə bu sistem və o sistemin özü də dediyim haqqında danışdığım o zehniyyətə bağlıdır. Zehniyyət belə işləyir, zehniyyət bu ölkədə hamını ya boyun əyəcək, boyun əyməyənləri də əzəcəklər. Zaten bu onların o proqramlarında damsı yazılıb. Ona görə bir daha deyirəm. Mən indi burada o məktəbdə, mən bilirəm, mən gəlib danışırlar da. Bu dəqiqə ciddi gedir orada. 48 nömrəlini deyirəm. Yəni bütün məktəblərdə belədir, o cümlədən doğrudan mən xəbərlər gəlir ya. 50-60 manat deməli. 40 manat haradasa burada üçün restoran üçün pul yığılır. 50-60 manat civarında da rayona getmək üçün. İndi yaxşı, bu hansı kuraldır ki, mütləq bu adda qutarıb eləyib, bir daha dərs qutarıb. Hansı kurala görə bütün müəllim kollektivi, nə bilim o adın valideynləri, məktəbi qutaran valideynlərin özləri və övladları deyək ki, onlar mütləq restorana getməlidirlər, bayram eləmə. Bu kural yoxdur ki, belə bir kural. Kim restorana getmək istəyir, özü yığılsın, geçsin. Amma bu məktəbin civarında təşkil olunursa, demək burada maraq var. Kim də istəyir restorana getmək, müəllimləri də dəvət eləsin, özləri də geçsin, o ayrı məsələdir. Amma bu məktəbin içərisində, məktəbin o rəhbərliyində, təşəbbüsünlə demək burada maraq var, mütləq maraq var. Və niyə bunlar rayona getmək nədir ki, hansısa rayona bir günlük, 2 günlük? O da kural deyil, axı mütləq deyil ki, kim də rayona getmək istəyir, məktəb dərs ili qutardı, yığılsınlar özləri, indi istəyir 50 manat versin, istəyir 100 manat versin, geçsinlər rayonda da bir gün, 2 gün, istirahət eləsinlər, laf geçsinlər, içsinlər, gəlsinlər. Amma bu məktəbdə təşkil olunursa, məktəb tərəfindən, demək burada maraq var. Yəni, məktəbin elə bir kuralı yoxdur ki, siz dərs ili qutarandan sonra mütləq bir dəfə restorana getməlisiniz.
Bütöv bir kollektiv şəkildə. Sonra da bir rayona harasa istirahətə gitmə. Elə bir kural zad yoxdur. Ona göre bu şeylere biraz ne bileyim biz danışırıq. Ben bu şeylere ona göre danışmıram ki burada ne bileyim böyle Amerika'da da açıram. Yok. Ben her zaman beni təəccübləndirən bir şeydir ki əslində təəccübü çoktan ona təəccübüm de yoktu. Sadece ben bunu deməliyəm ki bu doğru değil. Bu təhsil sistemimizi çökəldən təhsil sistemimizi məhv edən səbəblərdən biri de budur. İnsanlar yani en o böyle deyək ki mühtəkir müəllimlər və direktorlar, zabuşlar və bu həmkarlar bunlar bu şeyləri kullanıb məktəbdə öz hakimiyyətlərini belə deyək qurmaq üçün bunu kullanırlar. Özlərinə ətraf yığırlar. Buna boyun əymək istəməyən adamları psikdirirlər. Nə bilim bax belə bəzən hətta döyürlər. Mən danışmışdım. Həmin o 48-ci məktəbdə baş vermişdi. Müəlliməni döyürlər. Kim döyür? Məktəbin içində deməli direktorun qoçuları onlar kimdir? O qapının ardında da o qadınlar oturdular ay belə. Ondan sonra bəzi müəllimələr hətta o məktəbin rəhbərliyinin gözün, şagirdlərin gözün qabağında müəlliməni döyürlər. O qədər döyürlər ki, müəllimə yıxılır və hamı elə bilir ki, ölüb. Adam ölüb. Və müəllimələrdən biri yani yazığı gəlir, götürür. Yazığı gəlirdən götürür, skoruya zəng vurur ki, bəlkə adam ölməyib hələ. Skoru gəlir, baxırlar ki, adam ölməyib. Təbii ki, orada polis də gəlir, sonra bu cinayət işi də başlanır, filan da olur, filan da olur. Çox uzun söhbətlərdən sonra nəhayətində həmin o döyülən müəllimiyə cavab gəlir, Bakı Baş Təhsil İdarəsindən. O cavabı mən özüm görmüşəm, o cavab məktubunu və orada yazılır ki, deyir, müəllimiyə qarşı məktəbdə qeyri-pedaqoji münasibət göstərilməz təsdiqin tapmadı. Yəni müəlliməni döyüblər, ölümünə döyüblər və hətta o qədərinə ki, hamı deməli hesab ediblər ki, adam ölüb, qoyub qaçıblar və son nəticədə olaraq skoru çağırmış müəllimiyə töhmət veriblər. Necədir sizin üçün? Yəni ona görə deyirəm, bu şeylər ən azı ne bileyim belki biraz bəziləri çəkinər, bəziləri ne bileyim. İndi o dəfə mən burada bir hesap yaymışdım ki, bak həmin o hesap bugün də işləyir. Bak bugün də həmin o 40 manatlar, 50 manatlar, 60 manatlar həmin o hesaba yığılır. Bunlar kimdilər, bunlara kim belə, bunlar niyə belə rahatça, kolayca belə deyək ki, bak bu işləri görə bilirlər. Demək sistemə bağlıdır, demək zihniyyətin istəyi budur. Yəni bir şeyləri məktəbdə baş verən, belə bir şeylər baş verirsə mütləq onu Baş Təhsil İdarəsi də bilir. Ondan sonra Baş Təhsil İdarəsi bilirsə, nazir də bilir. Nazir bilirsə demək, bunun prezidentin də xəbəri var, olmalıdır. Çünki elə ciddi məsələlər var ki, birbaşa məruzə və nazir də dərhal prezidentə məruz etməlidir ki, belə bir məsələlər var. İndi çoxlarına belə da görünə bilər ki, əslində var ki, məktəbdə elə hər şeyi prezidentə məruz edəcəm. Amma bu ölkə boyunca kritik həddi keçmiş artıq bütün dövlətin özünü təhsil sistemi artıq onsuz da çürüyüb çöküb. Hətta bu artıq dövlətin varlığını təhdid edirsə, o zaman prezidentin bundan xəbərdar olması lazımdır. Belə şeylər var. Ona görə dedim ki, bu şeylər də geri gəldi deyim.